Deməli, belə bir məsələmiz var. Müəssisənin işçiləri haqqında ümumi məlumat 16 megabaytdır. Hər bir işçi haqqında məlumat 8 səhifəlikdir. Hər səhifə 32 sətirdən və hər sətirdə orta hesabla 64 simvol olduğunu bilərək müəssisədə neçə əməkdaş işləyir, bunu tapmalıyıq. Deməli, bu məsələyə necə baxırıq? Məsələ 2 hissədən ibarətdir. Birinci, deməli, burada bir işçinin məlumatlarının yaddaşda nə qədər yer tutduğunu tapmalıyıq. Ona görə də nöqtədən bu tərəfə bir işçinin məlumatlarının yaddaşda nə qədər yer tutduğunu baxırıq. Bunun üçün bizə lazım olacaq düstur budur. V bərabərdir, simvol vurulsun səhifə, vurulsun sətir, vurulsun i. Bu mətnlərin kodlaşdırılmasının istifadə olunan düsturlardan biridir. Və burada nə edirik? Deməli, düsturda kəmiyyətləri gətirib yerinə qoyuruq. 8 vurulsun 64, vurulsun 32 və ASCII standart dediyinə görə vurulsun 1 bayt. Və burada çeviririk, deməli, çevirə birinci kilobayta, deməli, bölürük 1024-də. 1024-lə 32-ni ixtisar aparaq və 32 ilə də bu 64-də aparsaq, burada qalar 2 və alırıq cavab 16 kilobayt. Deməli, bir işçi haqqında məlumatımız 16 kilobaytdır. Deməli, bütün ümumi işçilər haqqında olan məlumatımız 16 megabaytdır. Bir işçimiz haqqında olan məlumat isə 16 kilobayt olduğuna görə çevrim aparaq. Yəni, ya 16 kilobaytı megabayta çevirməliyik, ya da 16 megabaytı kilobayta. Megabaytı kilobayta çevirək. 16 vurulsun 1024 və deməli, nə etməliyik? Bölməliyik bir işçinin məlumatına ki, baxaq ki, müəssisədə nə qədər işçi var. Deməli, bölürük 16-ya. Burada da artıq bu da kilobaytdır, bu da kilobayt ixtisar apara bilərik. 16 ilə 16-nı ixtisar aparandan sonra alırıq kilobayt, 1000 kilobayt gedir. Alırıq ki, 1024. Deməli, müəssisədə nə qədər işçi var? 1024 işçi var.